Həkimlər dişi gözə köçürərək görmə qabiliyyətini bərpa edib. Kanadada həkimlər nadir və mürəkkəb əməliyyat sayəsində 20 ilə yaxın görmə qabiliyyətini itirmiş kişinin yenidən görməsini təmin edib. 34 yaşlı Brent Chapman yeniyetmə yaşlarında qəbul etdiyi ibuprofen dərmanına qarşı ağır reaksiya nəticəsində görmə qabiliyyətini demək olar ki, tam itirib. O 27 gün komada qalıb, bir gözünü isə infeksiya səbəbindən itirib. İllər ərzində ona təxminən 50 əməliyyat, çoxsaylı buynuz qişa transplantasiyaları edilsə də nəticə uğurlu olmayıb. Son çarə kimi həkimlər gözdə diş adlanan osteoodontokeratoprotez əməliyyatına qərar verib. Prosedur zamanı xəstənin köpək dişi çıxarılıb, xüsusi şəkildə yonularaq içinə optik linza yerləşdirilib və bir müddət yanaq toxumasında saxlanılıb. Daha sonra həmin konstruksiya zədələnmiş gözə implantasiya olunub. Əməliyyatı həyata keçirən oftalmoloq Greg Moloney bildirib ki, diş toxuması orqanizm tərəfindən qəbul olunduğu üçün bu üsul ağır hallarda ən effektiv variant sayılır. Chapman'ın hazırda görmə səviyyəsi 20-30%-dir. O illər sonra ilk dəfə şəhərin mənzərəsini, yaxınlarının simasını və uşaqları aydın görə bildiyini deyib.